O deyir 4 dənə dost var idi. Bunu da deyim, tamamlayayım. Çıxmışdılar səfərə, acıdılar. Deyir, gördülər bir çoban qıraqda qoyun otarır. Gəldilər, dedilər ki, pulumuz var, yeməyimiz yoxdur. Bu qoyunlardan birini satarsan bizə. Dedi, yox, sata bilmərəm. Dedi, soruşdular, niyə? Dedi, çünki bu qoyunlar bizə məxsus deyil axı. Bunun yiyəsi var, axşam da sayıram qaytarım. Dedi, ay kişi, pulu verir, nə qədər sizə? Cibində pulun bizim qarnımız tox olacaq, sahibinə də deyərsə qurdu parçaladı. Bu çoban biraz fikrə gedəndən sonra, özünə gələndən sonra bilirsin nə dedi ona? Baxmayın, nə çobandır, nə olsun, göç çobanlıq sahəsi asandır. Adamla sürünü tapşırarsan, qurda quşa yem eləyər. Deyir ki, mən nə gözəldir, mənim cibimdə pulum olacaq, sizin qarnımız tox olacaq. Üçüncü şəxsə də dedim ki, qurd parçaladı. Biz dördüncüyə nə deyim? Dedilər, dördüncü kimdir? Dedi, Allah görür axı. Quran buyurur, ələm ya'ləm bi ennəllahə yara. Məgər insan bilmir ki, Allah onun etdiyi bütün əməllərini görür.